25 aprel Cümə günüdür. Yeni bir səhərdə xoş gördük hər birinizi. Sabahınız xeyir, gününüz uğurlu olsun. Çin-Azərbaycan tərəfdaşlığı Ukrayna müharibəsinin yaxın tarixdəki taleyi, Trump administrasiyasının növbəti qərarları və bu qəbildən olan digər xəbərlər əsas gündəmimiz olacaq. Davamında isə ölkə xəbərlərindən, sizdən gələn şikayətlərdən də danışacağıq. Başlayaq. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Kanada Xarici İşlər Naziri Melanie Joly'ni qərəzli olduğu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilən cinayətləri görməzdən gəldiyi üçün sərt tənqid edib. Bu barədə Nazirlik rəsmisi sosial şəbəkədə paylaşım edib. O, Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib. Nazirliyin rəsmi nümayəndəsinin sözlərinə görə Melanie Joly hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalan 1 milyondan çox Azərbaycanlının əzablarını tanımayıb. Ayxan Hacızadə həmçinin bir aforizmə də istinad edib. Necə də dəqiq deyilib. Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır. O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb. Kiçik bir xatırlatma. Həmişə faktlara əsaslanın. Erməni diasporunun yalan narrativlərinə yox. Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən Nazirlik nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub. 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavabı idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi. Mülki əhali və infrastruktur hədəfə alınmayıb. Erməni sakinlərin regiondan getməsi isə onların könüllü qərarı oldu, deyə Ayxan Hacızadə əlavə edib. İndi qədim İpək yolu bugün yenidən canlanır. Bir neçə gündür ki, bu məsələni təbii ki, aktual saxlamağımız səbəbsiz deyil. İpək yolu canlanır, amma bu dəfə sadəcə karvanlarla yox, strateji vizyonla, qarşılıqlı etimadla. Pekində imzalanan hər tərəfli strateji tərəfdaşlıq sənədi Azərbaycanla Çin arasında münasibətləri yeni mərhələyə keçirir. Həm də qlobal təsiri olan bir mərhələyə. Azərbaycan vahid Çin prinsipinə sadiqliyini açıq şəkildə ifadə edir. Rəsmi Bakı Tayvanı Çin Xalq Respublikasından ayrılmaz hissəsi kimi tanıyır və bundan beynəlxalq hüququn prinsiplərinə verdiyi önəmi bir daha ortaya qoyur. Bu, Çinin ərazi bütövlüyünə dəstək olmaqla yanaşı Azərbaycanın balanslaşdırılmış və prinsipial xarici siyasətinin də bariz nümunəsidir. Eyni zamanda Çin də Azərbaycanın təşəbbüskarı olduğu sülh gündəliyini birmənalı şəkildə dəstəkləyir. Xi Jinpingin sözləri qəti və açıqdır. Geosiyasi qarşıdurmalar məhsuldar deyil. Bu mövqe Azərbaycanın Cənubi Qafqazda sabitliyə verdiyi töhfənin necə geniş rezonans doğurduğunu sübut edir. Eyni zamanda regiondan kənar qüvvələrin müdaxiləsinə etirazım. Şərhimiz var. 18 məddədən ibarət olan bu sənəddə həm siyasi münasibətlərin davamlı inkişafı, həm iqtisadi ticari münasibətlərin inkişafında uğurların davamlı təmin olunması, həm səhiyyə, həm kənd təsərrüfatı sahəsində həm əməkdaşlığın, həm də yeni avadanlıqların, yeni qurğuların istehsalı sahəsində inkişafı, həm yük daşımalarda olan artımın davamlı təmin olunması, eyni zamanda təhlükəsizlik və separatizmə qarşı mübarizə istiqamətində ikitərəfli münasibətlərin inkişafı, eyni zamanda tarix boyu həm Azərbaycan tərəfindən vahid Çin siyasətinin dəstəklənməsi, həmçinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməsi üçün qarşılıqlı münasibətlərin bütün beynəlxalq platformalarda dəstəklənməsi istiqamətində əməkdaşlıq razılığı əldə olunmuşdur. Pekin-Bakı münasibətlərinin mərkəzində bir kəmər, bir yol təşəbbüsü dayanır. Çinlə Avropa arasında strateji nəqliyyat dəhlizinə çevrilən Azərbaycan artıq bu layihənin mühüm iştirakçısına çevrilib. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Zəngəzur dəhlizi bu təşəbbüsün real dayaqlarıdır. Bir kəmər, bir yol layihəsi vasitəsilə Azərbaycan logistik mərkəzə, qlobal ticarət axınlarının kəsişmə nöqtəsinə çevrilir. Xüsusilə də Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın gömrük vergilərini artırmaq həmləsi bütün diqqətləri Çinin və bilavasitə də bu layihənin üzərinə çəkdi. Belə ki, Birləşmiş Ştatların tətbiq etdiyi tariflərdən dəyən zərəri kompensasiya etmək üçün Çin istehsal etdiyi məhsulları bu bazara daha sürətli şəkildə çatdırılmalıdır. Görək ekspert bu barədə nə deyir? Buyurun. Deniz yoluyla
bir ayda, 1,5 ayda sevk ettiği malları hızlandırılmış tren yoluyla daha kısa zamanda 8 gün, 10 gün gibi zaman zarfında dünya piyasasına ilettirmesi söz konusu. Bu bağlamda İlham Aliyev'in Çin'e yapmış olduğu seyahatle Çin'in yol projeleri açısından Türkistan coğrafyasını geçip Hazar üzerinden Azerbaycan, Ermenistan üzerinden, Türkiye üzerinden dünya piyasasına açılmak şu anda Çin açısından oldukça maliyetleri ve zaman düşürme açısından önemli. Bunun için Azerbaycan-Ermenistan arasında buna barış anlaşması diyebiliriz. Anlaşmanın imzalanması lazım. Gözüken o ki Çin'in de destek ve yönlendirmeleriyle önümüzdeki günlerde bir barış anlaşmasının temelleri atılmış olacak. Ekspertin də dediyi kimi bu təkcə iqtisadi qazanc deyil, həm də geosiyasi çəkidir. İki qədim mədəniyyət bugün ortaq gələcək üçün bir yol seçib. Həm simvolik, həm strateji. O yol əməkdaşlıq yoludur. İpək yolu bu dəfə sülh, etimad və tərəfdaşlıq yükü daşıyır və Azərbaycan bu yolun əsas dayaqlarından biridir. Və yaxın tarixdə bu əməkdaşlığın bizə verəcəyi dividendlərdən biz təbii ki, siyasi şərhçi Orxan Vəliyevlə həm söhbət olacağıq. Orxan bəy, xoş görürük, sabahınız xeyir. Xoş gördük, sabahınız xeyir olsun. Təşəkkür edirəm dəvətimizi qəbul edib vaxt ayırdığınız üçün. Burada çox maraqlı bir tərəfdaşlıqdan, çox maraqlı görüşlərdən söhbət gedir. Təbii ki, sərgilər, mədəniyyətlərin inteqrasiyası və yaxud bunlar hamısı maraqlı məsələlərdir, amma əsas məsələ bugün texnologiya dünyasında inqilab eləyən bir ölkədən söhbət gedir. Dünya iqtisadiyyatının yavaş-yavaş mərkəzinə gələn bir ölkədən söhbət gedir və ABŞ ilə iqtisadi müharibənin, biz bunu iqtisadi müharibə hər halda adlandıra bilərik, bu baş verənlərin fonunda bugün Azərbaycanla Çin arasında belə bir iqtisadi və geosiyasi tərəfdaşlıqdan söhbət gedirsə, bu bizə yaxın tarixdə və ümumiyyətlə gələcəkdə hansı dividendləri vəd edir? Necə şərh edirsiniz? Buyurun. Ümumiyyətlə, deməli, bir şey əvvəlcə nəzərə almaq lazımdır ki, dünyada siyasi, iqtisadi qaydaların sil başdan təkrardan yazıldığı bir dövrü yaşayırıq və buraya xüsusilə texnologiyanın, daha da konkret olaraq süni zəka məsələsinin və buradan yaradılan yeni cihazların və s. daxil etdiyimiz zaman Çinin pozisiyasının nə dərəcədə həlledici olduğunu görürük. Yəni, müqayisə üçün Avropa Birliyi artıq Çinin texnoloji inkişafı qarşısında son dərəcə geridə qalmış vəziyyətdədir, hansı ki, modern inqilablar ortaya çıxmışdı və s. Beləliklə, artıq biz eyni zamanda 4-cü sənaye inqilabını yaşayırıq. Yəni, yeni bir dijital, yəni elektron bir dünya reallığı var və bu mənada Çin son dərəcə ciddi bir tərəfdaşdır və dünya artıq tək qütüblü bir dünya deyil, bir çox qütblərin olduğu, bir çox imkanların olduğu bir məsələdir və Avrasiyadakı baş verən bu iqtisadi, siyasi establishment çərçivəsindəki dəyişikliklər Azərbaycanın coğrafi, geosiyasi pozisiyasından hərəkətlə son dərəcə strateji bir mövqeyə gətirib çıxarmışdır və Azərbaycan dövlətinin də, hökumətinin də təkidlə izlədiyi rasional bir siyasətin nəticəsində bu geosiyasi və coğrafi mövqeyini əlverişli bir, deyək ki, qazanca çevirməyə çalışır və buna da nail olmuşdur. Çin bu çərçivədə Azərbaycan-Çin münasibətləri biz bildiyimiz kimi Cənab Prezidentin ziyarətindən əvvəl qarşılıqlı olaraq müxtəlif səviyyədə ziyarətlər olunur. Yəni bu ziyarətin, deyək ki, altyapısı əvvəlcədən ciddi şəkildə hazırlanmışdı və Azərbaycan Prezidentinin böyük bir heyətlə Çinə səfəri və oradakı gördüyü hörmət, siyasi baxımdan gördüyü hörmət və sizin açılışda qeyd etdiyiniz kimi münasibətlərin hər tərəfli səviyyəyə çatdırılması bu Azərbaycan üçün son dərəcə əhəmiyyətli bir məsələdir. Çox maraqlıdır, bunu da xüsusilə mən vurğuluyum. Elə Çin mediasında, Çinin dövlət saytlarında və digər medialarda da Azərbaycan Prezidentinin olan görüş xüsusi yer ayrılmışdı və çox geniş tərkibdə əslində təqdim olunmuşdu ictimaiyyətə. Bəli, bilirsiniz, mən müxtəlif çıxışlarımda qeyd etməyə çalışıram. Azərbaycan hökumətinin, Azərbaycan prezidentinin bu atdığı addımlar 21-ci əsrdə Azərbaycanın pozisiyasını möhkəmləndirməyə çalışmaqdır. Çünki əvvəldə qeyd etdiyim kimi qaydaların sil başdan yenidən yazıldığı bir mərhələdəyik və hər dövlət, hər millət öz gələcəyi üçün uğurlu və ya uğursuz addımlar atmağa çalışır. Azərbaycanın xüsusilə 2-ci müharibədən sonra atdığı addımları və onun nəticəsini görürük. Çünki enerji məsələsində yeniliklər var, texnologiya
texnologiya məsələsində radikal yenilikləri var və Azərbaycan burada önəmli bir mərkəz olaraq, önəmli bir deyək ki, ölkə olaraq tərəfdaşlıqlarını genişləndirməyə çalışır ki, bu çərçivədə Çinlə olan münasibətlər son dərəcə əhəmiyyətlidir. Yəni orada Azərbaycanın Tayvanı Çinin ərazi bütövlüyü tanıması son dərəcə əhəmiyyətli məsələdir. Çünki bu məsələ sadəcə enerji tərəf məsələsi deyil, eyni zamanda siyasi bir məsələdir. Çünki bütün bu münasibətlər. Ona görə düşünürəm ki, bu Azərbaycanın gələcəyi nöqteyi nəzərindən son dərəcə əhəmiyyətli bir məsələdir. Çünki xüsusilə son deyək ki, texnoloji inqilab məsələsində Çin dünyadakı iki önəmli destinasiyadan biridir. Yəni o və Azərbaycanın deməli bu əməkdaşlığı qurması və münasibətlərin hərtərəfli səviyyəyə çatdırılması və Çin tərəfinin bunu deklarasiya edilməsi son dərəcə Azərbaycan üçün əhəmiyyətli bir qazançdır və vizaların da qarşılıqlı şəkildə deyək ki, ortadan qaldırılması da bu həm iqtisadi əlaqələrin genişlənməsi, həm Azərbaycan dövlətinin son dövrlərdə deməli iqtisadi gəlirlərin diversifikasiya edilməsi üçün turizmə deyək ki, diqqət ayırmasını nəzərə aldıqda turizm üçün də son dərəcə deyək ki, ciddi bir potensialdır. Çünki dünyada Çin turistləri ciddi bir deyək ki, bir qazançdır dırnaq içində. O baxımdan son dərəcə əhəmiyyətli və uğurlu bir deyək ki. Və əslində Azərbaycan bir yaşıl enerji məsələsində də təşəbbüslər irəli sürür. Bilirik ki, yəni hətta işğaldan azad olunan ərazilərdə də artıq yaşıl şəhərlərin və sair qurulması məsələsi də gündəm olan mövzulardandır. Uzun müddətdir ki, bu üstündə işlər gedir və Çin də bu mövzuda çox irəliləyən ölkələrdən. Yəni düşünürsünüz ki, bu mövzularda da bizə beləsi töhfələri olacaq Çin təcrübəsinin? Əlbəttə, bilirsiniz, ziyarətin ikinci günündə Cənab Prezident Çinin böyük enerji şirkətlərindən deyək ki, rəhbərliyi ilə də deyək ki, heyəti ilə bərabər görüş keçirilmiş və bunlar müzakirə edilmişdir. Bilirsiniz ki, artıq bu Azərbaycan və Çin arasında enerji çərçivəsində müəyyən əlaqələr artıq var və hətta orada bəzi texniki məsələlər də deyək ki, müzakirə edilir və eyni zamanda bununla bərabər yenilənmiş enerji çərçivəsində də əlaqələr, məsələn, külək enerjisi və s. əlaqələrin yaradılması ilə bağlı da müzakirələr aparılıb və imzalar atılıbdır. Çünki Çin bu çərçivədə də deyək ki, yeni enerji çərçivəsində də son dərəcə əhəmiyyətli bir təcrübəyə sahibdir, bazaya sahibdir və Azərbaycanın da bu sahədəki keçmişi ortadadır ondan sonra. O baxımdan bu ikinci gündə müzakirə olunub, düşünürəm ki, bunun da yəqin ki, biz nəticələrini yaxın zamanda görəcəyik, yəni əməkdaşlıq çərçivəsində. Orxan müəllim, təşəkkür edirik. Mənə elə gəlir ki, bir çox fərqli aspektdən turizm olsun, yaşıl enerji olsun və ümumi geosiyasi vəziyyət aspektindən bizim üçün izah etmiş olduğunuz bu tərəfdaşlığın müxtəlif istiqamətlərini. Təşəkkür edirik sizə vaxtınızı ayırdığınız üçün. Çox sağ olun. Əziz tamaşaçılar, siyasi şərhçi Orxan Vəliyev bizim qonağımız idi. Bir daha təşəkkür edirik. Vəziyyəti daha da bizim üçün aydınlaşdırdı. Biz isə buraxılışımıza növbəti xəbərlərlə davam edirik. İndi çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Baku Sahakyan, David İşxanyan, David Babayan, Levon Natsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 24-də davam etdirilib. Əvvəlcə məhkəmədə Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib. Protokolları tədqiq edilən ilk fakt 1989-cu il dekabrın 13-14-də, digər hadisələr isə sonraki müddətlərdə qeydə alınıb. İşğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə müxtəlif silahlardan, o cümlədən raketlərlə və toplarla atəşə tutulması, Azərbaycanlıların yaşadığı kəndlərin su kəmərləri və yüksək gərginlikli elektrik xətti partladılması, təhsil, səhiyyə və digər mülki obyektlərə, vətəndaşların evlərinə, avtomobillərinə və digər əmlaklara ciddi zərər dəyməsi qeyd olunub. Malıbəyli və Quşçular qətliamı kimi tanınan hadisələr, Göytala kəndində uçuş zamanı vertolyotun atəşə tutulması, 92-ci il yanvarın 28-də sərnişin vertolyotunun vurulması faktı protokollar tədqiq edilib. Daha sonra zərər çəkmiş şəxslər dindirilib. İlham Həsənov qardaşı Rövşən Həsənovun 92-ci il mayın 7-sindən 8-nə keçən gecə Şuşada itkin düşdüyünü deyib. Həmin vaxt bombalar Şuşaya yağış kimi yağırdı deyə o əlavə edib. Təbii ki, proses davam etməkdə əziz tamaşaçılar və cinayətkarlar layiqli cəzalarını alacaqlar. Bugün isə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti qanunsuzdur. Bunu həm də Milli Məclisdə Cənubi Qafqazda sabitliyə sülh missiyası adlı hibrid hücum mövzusunda keçirilən ictimai müzakirədə xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri millət vəkili Ramil Namazov deyib. O bildirib ki, müşahidə missiyasının fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə təhdiddir. Dinləyirik. Araşdırmalar zamanı məlum olur ki, birinci missiyanın yaradılması ilə bağlı razılığa gəlinməsindən bir il yarım öncə 2021-ci ilin iyununda ali nümayəndə keçmiş Josep Borrellin mandatı əsasında
regiona səfər edən Avstriya, Rumıniya və Litva Xarici İşlər Nazirləri belə bir missiyanın yaradılması bağlı fikirlər səsləndiriblər. Bu ona dəlalət edir ki, hələ nə Ermənistan rəsmilərinin dəvəti və ya BMT Təhlükəsizlik Şurasının qətnnaməsi olmadan ayda artıq bu cür missiyanın göndərilməsi ilə bağlı plan mövcud imiş. Ümumiyyətlə, Azərbaycana qarşı xüsusi qərəzi və ermənipərəst mövqeyi ilə seçilən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə artıq sabiq ali nümayəndəsi Josep Borrellin fəaliyyətinin təhlili də bunu deməyə əsas verir ki, onun və rəhbərlik etdiyi Xarici Əlaqələr Şurasının təşəbbüslərinin demək olar hamısında anti-Azərbaycan sentimentləri var imiş. Avropa İttifaqı regionda strateji hədəflərini həyata keçirmək üçün gələcək illərdə Ermənistan ərazisindəki mülki adı altında fəaliyyət göstərən missiyanın sonradan rəsmi şəkildə əvvəlcə mülki hərbi, ardınca isə tam hərbi missiya kimi davam etdirilməsini nəzərdən keçirir və bunun da məqsədi tək Azərbaycan və Ermənistanda gələcək münasibətilə bağlı deyil. Ermənistan parlamentində isə Vətəndaş Müqaviləsi fraksiyasının deputatı Xaçatur Suqyasyan jurnalistlərə müsahibə verib. O müsahibəsində ermənilərin 2023-cü ildə Xankəndini itkisiz tərk etdiyini vurğulayıb. Jurnalistin vuruşmayıblar sualından heyrətlənən deputat nə vuruşmaq, hansı vuruşmaqdan söhbət gedir? Belə bir şey olmayıb, itki olmayıb deyə əlavə edib. Axır vaxtlar düz danışmağa başlayıblar. Avropa İttifaqının Ermənistandakı missiyası sosial şəbəkələrdə qondarma dırnaqarası erməni soyqırımına həsr olunmuş paylaşımdan soyqırımı sözünü çıxarıb. Bu barədə Ermənistan kütləvi informasiya vasitələrinə istinadən məlumat veririk. Qeyd edeyim ki, missiya əvvəlcə X sosial şəbəkəsində soyqırımı sözünün işlədildiyi bir paylaşım eləyib, lakin bir neçə saat sonra bu ifadəni silərək onu 1915-23-cü illər qurbanlarının xatirəsi ilə əvəzləyib. Yavaş-yavaş dünya gündəminə keçid edirik əziz tamaşaçılar. Təbii olaraq Ukraynada nələrin baş verdiyindən danışmaq məcburiyyətindəyik. Ələxüsusda Luqansk, Donetsk, Xerson və Zaporojyenin Rusiyanın nəzarətində olan hissəsi Ukraynaya qaytarılacaq və Moskva bundan razıdır. Bu informasiya Qərb mətbuatında yayıldı. Kreml isə bunu təkzib elədi. Lakin savaşın bitməsi ilə bağlı yeni şərtlər aktuallığını qoruyur. Bu baxımdan aprelin 23-də gözlər və ümidlər Londona dikilmişdi. ABŞ dövlət katibinin Londona səfərini ləğv etməsi ilə Ukraynaya düşmüş düyün açılmadı. Elə Ukrayna Ali Radasının deputatı Anna Skaraxod Baku TV-nin Şərqi Avropa bürosuna bildirib ki, bu müharibənin uzanması demək olacaq. Baxaq. Heç bir rəsmi mənbə Putinin birbaşa danışıqlar təklif etdiyini, həmçinin əraziləri güzəştə getməyə hazır olduğunu hələ ki təsdiqləmir. Təəssüf ki, Böyük Britaniyada danışıqlar hamının gözlədiyi formatda baş tutmadı. Lakin bununla yanaşı Ukrayna gözləyir və ümid edir ki, qərb tərəfdaşlarımızın köməyi ilə razılaşma əldə olunacaq və Ukrayna ilə Rusiya arasında təhlükəsizlik zəmanətləri ilə sülh sazişi imzalanacaq. Bu saziş kompromis olacaq. Hər iki tərəfi qane edəcək və biz ümid edirik ki, tezliklə Ukraynada nəhayət sülh olacaq. Putinin mətbuat katibi Peskov 4 vilayətin ərazisindən imtina etmək və onları, necə deyərlər, Ukraynanın nəzarəti altında saxlamaq barədə məlumatın həqiqətə uyğun olmadığını açıqlayıb. Xatırladım ki, Rusiya 4 vilayətin Luqansk, Xerson, Zaporojye və Donetski tam ələ keçirə bilməyib. Xüsusilə də əgər söhbət Zaporojyedən gedirsə, bu böyük ciddi sənaye və o cümlədən hərbi mərkəzdir. Bu şərtlər Ukrayna üçün tamamilə qəbul edilməzdir, konstitusiyaya ziddir və Ukrayna xalqı bunu dəstəkləməyəcək. Çünki biz həm Kremlin, həm də Trumpın tələblərini bilirik. O cümlədən atəşkəsdən sonra prezident seçkilərinin keçirilməsini də gözləyirik. Politoloqun fikrincə Kreml... Politoloqu dinlədik. Kreml sözügedən əraziləri Ukraynaya qaytarmamaqla daha doğrusu danışıqlar prosesinə mane olur. Çünki Kreml müharibənin davam etməsində maraqlıdır, kimi görünür. Maksim Yalinin fikrincə Moskva cəbhəni yarıb daha çox ərazini işğal edə biləcəyinə əmindir. Qeyd edeyim ki, aprelin 24-ü gecədən səhərə qədər Ukraynanın paytaxt Kiyevdə daxil əksər vilayətlərinə dron hücumları olmuşdu. Bu arada ABŞ-nin Ukraynadakı konfliktlə bağlı hazırladığı sülh müqaviləsinin konturları Rusiya ilə razılaşdırılıb. Bunu Rusiyalı politoloq deyir. O, Paris və Londonda qəbul edilməsi planlaşdırılan şərtlər barədə bax belə məlumat verir, izləyirik. Останавливаются боевые действия на 30 дней с возможным продлением. 30 günlük atəşkəs elan edilməli və sonraki etapda müddəti uzadılmalı idi. Bu müddət ərzində tam sülh sazişi üzrə birbaşa danışıqların aparılması da şərtlər arasındadır. Belə ki, Ukrayna Rusiyanın nəzarət etdiyi ərazilərin Rusiyaya aid olduğunu qəbul etməməli, lakin həmin ərazilərdə hərbi fəaliyyət,
anti-Rusiya siyasəti aparmayacaq. Amerikalılar isə Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyır. Moskva, Xersonu, Zaporoje, Donetski Rusiya Federasiyasının bir hissəsi sayır. Rusiyanın növbəti tələbi Ukraynanın silahlandırılmasının qarşısını almaqdır. Amerikalılar buna razılıq verəcəklər. Avropalılar isə silahlandırmaya davam edəcəklər. Atəşkəsdən sonra Avropa ölkələrinin qoşunlarının Ukraynaya daxil olmasına heç bir məhdudiyyət qoyulmur. Lakin Amerika Birləşmiş Ştatları onları qorumaq öhdəliyini öz üzərinə götürmür. Но при этом американцы не берут на себя никаких обязательств по защите европейских. Sergey Markovun sözlərinə görə Zelenskinin 23 aprelə qədər səsləndirdiyi fikirlər əsasən də atəşkəsi istəyib şərtlərlə razılaşmaması London görüşünün formatını dəyişdi. Çünki Ağ Ev Zelenskinin bu addımına qəzəbləndi və Marco Rubio London səfərini ləğv elədi. Dinləyək. В результате США отказались послать государственного секретаря на эти переговоры. Bununla yanaşı Britaniya və Fransa da bu görüşdə iştirak etməyib. Nəticədə Zelenski Trumpın planlarını pozmuş oldu. Amerika Birləşmiş Ştatları liderinin planlarına əsasən aprelin 27-si Trump, Macron, Zelenski və Keir Starmerin iştirakı ilə keçiriləcək görüşün nəticəsi atəşkəsin başlanğıcı olacaqdı. Aprelin 30-u isə Donald Trumpın prezidentliyinin 100-cü günündə bu qərar elan ediləcəkdi. Bu, Trump üçün əhəmiyyətli bir tarix idi. Перемирие 30 апреля. 30 апреля важный для Трампа день. Bu arada Markov əlavə eləyib ki, razılaşdırılması planlaşdırılan vacib məqamlardan biri isə demilitarizasiya zonasının yaradılması, neytral ölkələrdən olan sülh məramlıların orada uzun müddətli yerləşdirilməsidir. Bu arada daha maraqlı bir məsələ də var. Mahmud Abbas Həması təhqir edib və əlavə eləyib ki, girovları təhvil verin və gəlin bu qarışıqlıqdan çıxaq, İsrailin və müttəfiqlərinin bəhanələrinin qarşısını alın deyib. Yadınızdadırsa, Həmas rəsmisi də silahları yerə qoyacaqlarını demişdi. Amma maraqlı bir vəziyyət yaranır. Əgər silahların yerə qoyulması prosesi gedəcəksə, niyə bəs Qəzza sakinlərinin köçürülməsi xəbərləri gəlir? Məsələn, Qətərin Əl-Qüds Əl-Ərəb nəşri məlumat yayıb ki, beynəlxalq təşkilatlar Qəzzalıların xarici ölkələrə köçməsinə kömək etməyə başlayıblar. Onlar deyirlər ki, son həftələrdə onlarla ailə anklavı tərk edərək müxtəlif istiqamətlərə, o cümlədən Balkanlara üst tutub. Onların bəziləri artıq Bosniya və Hersegovinaya gəlib. O da qeyd olunur ki, sektorun sakinlərinin köçürülməsinin əsas koordinasiyasını qərb ölkələrinin İsraildə yerləşən səfirlikləri və konsulluqları həyata keçirir. Misal olaraq, aprel 21-də axşam Qəzza zolağının mərkəzi hissəsindəki Əl-Bureyc və Nuseyrat sakinləri ərəb dilində mesajlar alıb. Onlar səhər saat 9-dan günorta 2-yə qədər Netzarim qovşağına gəlməyə dəvət edilib. Bu mesaj siyasi mesajlardan sonra edilən maraqlı bir dəvətdir. Görək, nə deyir ekspertlər bu barədə? Buyurun. Milli maraqlar nəzərə alınmaqla Həmas Qəzza üzərində nəzarəti dayandırmalı, Qəzzadakı öhdəliklərini təhvil verməli və silahlarını Fələstin administrasiyasına təslim etməlidirlər. İsrail düşmənlərinə İsrailliləri oğurlamaqla bu dövlətin diz çökdürülməsi planına cavab olaraq sərt mesaj göndərəcək. Bəli, biz müxtəlif tərəflərin çıxışlarına, daha doğrusu mövqelərinə şahid olduq. Yadınızdadırsa, Axios nəşri də xəbər vermişdi ki, İsrail baş naziri Benyamin Netanyahu Mossada Qəzzadan köçəcək Fələstinliləri qəbul etmək istəyən ölkələr tapmağı əmr etmişdi. ABŞ və İsrail Fələstinlilərin əsasən Afrika ölkələrinə köçməsini gözləyirdi. Konkret olaraq burada Misirin, hətta İordaniyanın da adı hallanırdı. Donald Trump'ın fevral ayında təqdim etdiyi plan da vardı ki, Qəzza zolağının köçürülməsi üçün burada onlar üçün evlər və məhəllələr tikiləcək. Fələstin anklavının yerində isə yaxın şərq riviyerası salınacaq. Fələstinlilərin bəzilərinin köçdüyü iddia edilən Avropa isə deyəsən bununla bağlı bir müddət öncə atdığı addımları gələcəyə hesablamışdı. Baxaq. Avropa İttifaqı Fələstinə qarşıdakı 2 il ərzində 1,6 milyard avro dəyərində yeni çox illik dəstək paketi elan edib. Avropa İttifaqı mühüm infrastruktura sərmayə qoyacaq, humanitar yardım çatdıracaq və qaçqınları dəstəkləyəcək. Qaya xanımın Fələstinli qaçqınları dəstəkləmək fikri yəqin ki, elə başqa yerə köçmək istəyən Qəzzalıların qərarlarının reallaşdırılması deməkdir. İordan çayının qərb sahilində isə Roma papası Fransiskin anım mərasimində iştirak edəcək Anton Salman Papa ilə Qəzza əhalisinin bağlarından danışır. İzləyirik.
Papa Qəzza məsələsi ilə ən çox maraqlanan adamlardan biri idi. Hər həftə və ya 10 gündən bir Qəzzada Latın kilsəsinə zəng edir. Onları bu qara buludlar Fələstin səmalarından təmizlənənə qədər burada qalmağa və səbirli olmağa təşviq edirdi. Papa dünyadan köçdü. Görünür, Fələstinlilərin də səbri çatmayıb. Bu həyatdan qurtulmaq üçün başqa ölkələrə köçüb gedirlər. Onları bu məsələdə qınamaq da olmaz. Fikir verin, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi məlumat yayıb ki, humanitar yardımların Qəzza zolağına çatmamasından 50 gündən çox keçib. Əraziyə peyvəndlərin girişini əngəllənib. Bu da 602 min uşağın həyatını risk altına alıb. Səhiyyə sistemi çöküb və 2 milyon Fələstinli Qəzza zolağına buraxılmayan humanitar yardımdan tamamilə asılı vəziyyətə düşüb. Vəziyyət budur. Əziz tamaşaçılar, indi biz Birləşmiş Ştatlarda beləsi Trump administrasiyasının atdığı son addımlardan danışacağıq. Universitetlər məlum məsələdir, elm, düşüncə, tərəqqi məbədləridir. Amma indi onlar Birləşmiş Ştatlarda sanki bir savaşın mərkəzinə gəliblər. Donald Trump yenidən səhnədədir və ilk hədəflərindən biri də məhz universitetlərdir. Niyə? Çünki o düşünür. Kampuslarda artıq elm yox, siyasi baxışlar yetişir. İndi Harvard, Kolumbiya kimi nəhənglər milyonlarla vəsaitini itirir. Tədqiqatlar dondurulur, müəllimlər narahatdır. Amma məsələ təkcə pulla da ölçülmür. Burada bir mübarizə var. Fikir azadlığı ilə siyasi nəzarət arasında bir mübarizə. Elm siyasəti uduzacaqmı, yoxsa universitetlər səsini ucaldıb mövqelərini qoruyacaqlarmı? Harvard Universiteti rəhbərliyi Birləşmiş Ştatlar Təhsil Nazirliyinin 2,2 milyard dollar məbləğində qrantların və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələrin, eləcə də Trump administrasiyasının Harvarda göndərdiyi məktublarda yer alan tələblər səbəbindən tutulan vəsaitlərin dondurulmasına cavab olaraq məhkəməyə müraciət edib. Onlar siyasi qərarların elmin inkişafına mənfi təsir edəcəyindən narahatdılar. Biz deyirik. Harvard, Kolumbiya və digər universitetlərlə bağlı baş verənlər xəbərdarlıqdır. Amerika Universiteti martın əvvəlində Ədliyyə Departamentindən gələn məktubla hədəf alınan 60 universitet siyahısındadır. Federal hökumət Amerika Universitetindəki vəsaitləri də dondurur. Mən düşünmürəm ki, Donald Trump'ın ali təhsili məhv etmək üçün böyük planı var. Amma mən hesab edirəm ki, bu bəzi liderlərin müxalif fikirlərdən və tənqidlərdən xilas olmaq instinktidir. Yeri gəlmişkən baş verənlər Trump'ın mövqeyini zəiflədib. İpsos xidmətinin keçirdiyi sorğunun nəticələri bunu deyir. Sorğu xidmətindən bildirilib ki, Trump'ın fəaliyyətinə Amerikalıların dəstəyi 42%-ə düşüb. Xatırladım, mart ayının ikinci yarısında bu 45% idi. Sorğu xidməti populyarlığın azalmasını həm də Trump administrasiyasının universitetlərə qarşı sərt tədbirləri ilə əlaqələndirib. Ümumiyyətlə, məlum məsələdir ki, hazırda bu Trump-Musk əməkdaşlığı istər Elon Musk'ın şəxsi və şirkətlərinin mövqeyi, istər Trump'ın reytingini olduqca aşağı salıb. Bu, hətta sorğular olmasa belə çox aydın şəkildə insanların reaksiyalarından da bəllidir. Bugün sahibkarlar gününə və Konstitusiya və suverenlik ilinə həsr olunmuş Konstitusiya və suverenlik, Azərbaycanda sahibkarlığın inkişafı mövzusunda konferans keçirilir. Tədbirdə dövlət rəsmiləri və sahibkarlar iştirak edirlər. Əməkdaşımız tədbirdədir. İndi ondan son məlumatları alacağıq. Mələkə, sabahınız xeyirli olsun. Sahibkarlar günü və Konstitusiya və suverenlik tədbiri. Eşidirik sizi, buyurun. Salam İslam, sabahınız xeyir olsun dəyərli izləyicilər. Biz hazırda Gülüstan sarayındayıq. Bugün burada sahibkarlar günü, həmçinin Konstitusiya və suverenlik ilinə həsr olmuş Konstitusiya və suverenlik Azərbaycanda sahibkarlığın inkişafı mövzusunda konferans keçilir. Bir neçə dəqiqə öncə konferans öz işinə başladı. Azərbaycan dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə start götürdü. Ümumiyyətlə qeyd edeyim ki, 25 aprel tarixi illərdir ki, Azərbaycanda sahibkarlar günü kimi qeyd olunur. Bugün əslində 2002-ci ildə ümumilli lider Heydər Əliyevin yerli sahibkarlarla keçirdiyi görüşlə əlaqəlidir. Prezident İlham Əliyev də 2016-cı il 21 aprel tarixində imzaladığı sərəncamla artıq 10 ildir ki, Azərbaycanda bugün, yəni 25 aprel tarixi sahibkarlar günü kimi də qeyd olunur. Onu da əlavə edeyim ki, Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişaf Agentliyi, həmçinin Azərbaycan Sahibkarlar Təşkilatı,
Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilir. Konfransda prezident administrasiyasının qanunvericilik və hüquq siyasətinin demək rəhbəri Gündüz Kərimov çıxış edəcək. Artıq çıxış eləyir və bəzi məlumatlar verir tədbirin mahiyyəti ilə bağlı və onun ardınca İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Milli Məclisin deputatı, İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Azər Əmraslanov, həmçinin Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və bunlarla yanaşı bir sıra digər ictimai siyasi xadimlər, dövlət nümayəndələri də çıxış edəcəklər. İrəliləyən dəqiqələrdə mən tədbirin təfərrüatı, mahiyyəti və burada çıxışların təfərrüatı barədə sizə məlumat verməyə çalışacağım. Lakin hələ tədbir yeni başlayıb. Bir daha qeyd edeyim ki, irəliləyən dəqiqələrdə tədbirin təfərrüatı barədə sizə məlumat verəcəm. Lakin İslam, məndən hələlik bu qədər. Təşəkkürlər Məlikə. Əziz tamaşaçılar, təbii ki, tədbirdən və ölkə gündəmində baş verən digər hadisələrdən az sonra biz detallı danışacağıq. Amma indi dünya gündəmində nələr baş verir? Bir sürətli və qısa şəkildə baxaq, davamında yenidən studiyamızda olacağıq. Buyurun. Böyük Britaniyanın baş naziri Keir Starmer Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Ukraynada müharibənin dayandırılması haqqında razılaşmanın əldə edilməməsinin Zelenskinin günahı olduğu mövqeyi ilə razılaşmayıb. Baş nazir bildirib ki, Rusiya təcavüzkardır. Atəşkəs Ukraynada daxil olmaqla bütün tərəflərin qəbul edə biləcəyi şərtlərlə olmalıdır və bu, uzun müddətli atəşkəs olmalıdır. Starmer Ukraynada yayadək atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib. Seul, Vaşinqtondan Cənubi Koreya malları üçün rüsum siyasətində istisnalar etməyi istəyib. Əvəzində Respublika enerji və gəmi qayırma sahəsində əməkdaşlıq təklif edir. Bu barədə Cənubi Koreya Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Vaşinqtonda aprelin 24-də Koreya Respublikası və Amerika Birləşmiş Ştatları arasında məsləhətləşmələr keçirilib. Görüş dostluq şəraitində keçib. Amerika Birləşmiş Ştatları Suriyaya qarşı bir tərəfli sanksiyaları ləğv etməyə tələsmir. Bu barədə Dövlət Departamentinin Yaxın Şərq Məsələləri Bürosunun diplomatı Tim Linderkind bildirib. Əlbəttə, Suriyaya onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq edilib. Onlar bir anda ləğv edilməyəcək. Diplomat bildirib ki, Dəməşqdəki keçid hökuməti onun haqqında danışdığı istiqamətlərdə əsaslı addımlar atarsa, sanksiyaların yumşaldılması imkanı nəzərdən keçiriləcək. Hindistan-Pakistan istiqamətində Hind çayının axınını bloklayıb, bəndlər və kanallar vasitəsilə su axınını idarə edən 4 şlüzün hamısını bağlayıb. Qeyd olunub ki, bu 1960-cı ildə Hind suları haqqında saziş imzalandığı vaxtdan bəri bu cür blokadanın ilk halıdır. O zaman tərəflər siyasi münaqişələrə baxmayaraq resursları bölüşməyi razılaşdırmışdılar. Daha əvvəl Pakistan bəyan etmişdi ki, Hindistanın Hind çayının su axınını dayandırmaq və ya yönləndirmək cəhdini müharibə aktı kimi dəyərləndirəcək. Xanımlar, beylər, bir daha sabahınız xeyir, gününüz uğurlu olsun. Yeni qoşulan tamaşaçılarımız üçün qeyd edək. Yeni bir səhərdə biz dünya və ölkə gündəmindən danışır, ən son məlumatları təqdim etməyə çalışırıq və təbii ki, ekskluziv araşdırmalarımız da olur. Əməkdaşlarımız maraqlı bir məsələni araşdırıblar. Elimizin toy kimi bir adət ənənəsi var və toya çox xərc dökürük. Həqiqətən də çox pul xərcləyirik, xüsusən də restoranlara. Amma belə bir düşüncə yarana bilər. O bir də xərc çıxır. Heç olmasa bu xərcin bir hissəsini geri almaq olarmı? Təbii ki, söhbət ƏDV-dən gedir. Çünki toydan sonra ƏDV-ni geri almaq mümkündürmü sualı niyə aktuallaşır? Biz ödənişi eləyirik və bunu rəsmi surətdə eləyiriksə və restoranlar rəsmi formada fəaliyyət göstərirsə və vergi verirsə, deməli, biz o ödənişin ƏDV-sini də mi geri ala bilərik? Maraqlı bir məsələdir. Çünki gündəlik alış-verişdə xırda mağazalar belə qəbz verirsə, o boyda toyxanalar niyə verə bilmirlər? Yəni, burada xüsusi bir qanunla tənzimlənən məsələ varmı, yaxud söhbət verginin yayındırılmasından mı gedir? Əgər siz də toy edənlərdənsinizsə və ya yaxın vaxtlarda xeyir iş planlaşdırırsınızsa, bu suallar sizi də maraqlandıra bilər. Bəlkə də indiyə qədər bu barədə düşünməmişsiniz, mənim belə ağlıma gəlməmişdi. Əməkdaşları təbrik edirəm ki, bunu düşünüblər. Bəs ekspertlər bu barədə nə deyəcək? Şadlıq sarayları hansı vergi rejimi ilə işləməlidir? Vətəndaşın hüququ nədir? Bütün bu sualların cavabı təqdim edəcəyim sujetdə olacaq. Buyurun. O qədər xırda mağazinlərdə heç vermirlər ki olsun o boyda toyxanada. Əslində tələb eləsən vermədilər. Cütlüklər bir-birini sevir, talelərini birləşdirir. Doğmalar, yaxınlar isə şad günlərində onlara həm mənəvi, həm də maddi dəstək olmaq üçün bir araya toplaşırlar. Toyun xərclərini qarşılayan şəxslər isə bütün digər ödənişlərdə olduğu kimi xidmətə görə ödəniş etdikdən sonra ƏDV-ni geri almaq istəyirlər. Amma təqdim edilən qəbizdə QR kodu olmur. Qaytarılsa yaxşı olar. Özünüz bilirsiniz ki, nə qədər pul ödənilir ora. Xeyir işimiz oldu, yəni belə deyim də,
toyumuz oldu. Yəni biz tələb etmədik. Səbəbi aydınlaşdırmaq üçün şadlıq evlərindən bir neçəsi ilə əlaqə saxlamağa çalışdıq. Biz çeki vururuq. Çünki bunu bizdən tələb edirlər. Biz verə bilmirik. Yəni bizdə niyə qayıtmır? Çünki biz 8% işləyirik. 8%-dan işləyənlər yəni vergilə bilir, o ƏDV qayıtmır. Ola bilsin ki, ƏDV məsələn o obyektlərdə verilə bilər ki, onlar o 8%-dan işləyən obyektlər, onlar bəlkə verə bilərlər ki, onlar da qayıda bilər. Toyun çekini bilirsiniz necə? Yəni verilə bilər ki, məsələn 100-dən, 200-dən falan qiymətdən belə bir şey. Yəni ƏDV falan da qaytarılmır da, belə başa düşdüm. Yox, ay xanım, belə bir şey. Mövzuya iqtisadçıların münasibəti belədir ki, müştəriyə ödəniş qəbzi mütləq verilməlidir. Bəs şadlıq sarayları əlavə dəyər vergisi ödəyicisi sayılırmı? Şadlıq sarayının iaşə sektorundan, restorandan heç bir fərqi yoxdur. Vergi məcəlləsinə görə, ölkə qanunvericiliyinə görə. Şadlıq sarayı satdığı məhsullar, ərzaqlar, ƏDV predmetidirsə, ƏDV onlara tətbiq edilirsə, təbii ki, o ödənilmiş ƏDV-nin də müəyyən məbləği geri qaytarılmalıdır vətəndaşa. Amma ƏDV ödəyicisi yox, sadələşdirilmiş vergi ödəyicisidirsə, artıq burada ƏDV geri al məsələsi olmayacaq. Görünən odur ki, şadlıq saraylarının əlavə gəlir vergisinə cəlb olunması hələ sual altındadır. Amma xərci borcunu ödəməsə də, toy sahibinə toy tutan xeyir işdən sonra xərcin bir qismi geri qayıtsa, heç də pis olmaz. Amma bizdə də belə bir psixologiya var. Bu dəqiqə əslində dünyanın bir çox yerində kapitalizmin gətirdiyi bir psixologiyada daha çox qazanmaq istəyir. Təbii ki, biz brendləşməyə, markalaşmağa yox, daha çox qazanmağa fokuslandığımız üçün burada bir ƏDV məsələləri gündəmə gəlsə, bununla bağlı artıq daha çox bu restoranların üzərinə düşülsə, restoran da avtomatik qiyməti qaldıracaq ki, buradan məndən vergi tutdular. Yəni bu da nəticə etibarilə yenə də vətəndaşa sərf eləməyə bilər. Çox maraqlı bir proseslər, döngülər var burada. Başqa görüntülər təqdim edəcəm sizə. Və bir qəzalı körpünün görüntüləri olacaq. Amma bununla bağlı da əməkdaşlarımız araşdırıblar. Ümumiyyətlə, aidiyyatlı qurumlar nəyə görə bir qəza baş verəndə, bir hadisə baş verəndə bu məsələyə əgər efirdə işıqlanmasa reaksiya vermirlər? Bax, bu məsələdən danışmağa çalışacağıq və yaxud bu baş verən qəzalarda, bu baş verən hadisələrdə nə dərəcədə qurumlar öz məsuliyyətini bilirlər, tanıyırlar, bu barədə xəbərimiz olacaq. Və yeri gəlmişkən, Hövsanda da bir məzarlıq oğrusu peyda olub. Çox maraqlı məsələdir. Artıq məzarlıqlardan da oğurluqlar baş verir. Baku TV-nin qaynar xəttinə və sosial media hesablarına şikayətlərinizi bildirin. Biz gəlib çəkib işıqlandırmağa çalışırıq. Çünki bəzi hallarda media işıqlandırmasa, məsələlər həllini tapmır. İndi sizə təqdim edəcəyim görüntülərə yaxşı baxmağınızı istəyirəm. Çünki bu təkcə bir körpünün yox, bir rayonun taliyi olacaq. Qubada minlərlə insan hər gün sözü gedən qəzalı körpüdən keçmək məcburiyyətində qalır. Söhbət bir kənddən getmir. Yəni 50 mindən çox insanın yaşadığı bir ərazidən keçir. Körpü dağılmaq üzrədir. Altında sel keçir, üstündə isə insanlar, uşaqlar, məktəblilər, xəstələr, sürücülər. Belə desək, həyat keçir. Və hər kəs eyni sualla yaşayır. Bu körpü nə vaxt uçacaq? Bu körpü ömrünü başa vurub, amma hələ də taleləri birləşdirir. Dəmir parçaları çürüyüb, dayaq sütunları çat verib, istənilən an faciə baş verə bilər. Aidiyyatlı qurumlar nəhayət hərəkətə keçib. Amma bu illərlə gözlənilən hərəkət indi nə ilə nəticələnəcək? Söküləcəkmi, yoxsa təmir adı ilə yenidənmi yamalanacaq? Yoxsa illər sonra nəhayət yeni körpü tikilə biləcəkmi? Cavab aydın deyil, amma bir şey dəqiqdir. Bu körpü hər an bir insanın yox, bir neçə ailənin, bəlkə də bir rayonun faciəsinə səbəb ola bilər. Sadəcə infrastruktur problemindən danışmırıq. Biz insan həyatını gündəmə gətirmişik. İzləyək. Qubada leysan yağışları və Qaraçaya gələn sel suları ötən gün aprel ayının 23-də körpünü qəzalı vəziyyətə salıb. Nəticədə bu istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşıb. Bununla bağlı hadisə yerindən xəbər vermişdik. Aidiyyatı qurumların əməkdaşları əraziyə gəliblər, körpüyə baxış keçirilib. Onu da bildirək ki, yol ötürücüsündən təxminən rayonun 60-dan çox kəndinin 50 mindən çox sakini istifadə edirdi. Hazırda kənd sakinləri alternativ yol olaraq bir vahid kənd yolundan istifadə edirlər. Hal-hazırda Quba Qonaqkənd avtomobil yolunun 7-ci kilometrliyindəyik. Gördüyünüz kimi burada sel suları çaydan hələ də keçməkdə davam etməkdədir. Aprel ayının 23-də saat 18 radələrində qəzalı vəziyyətin yaranması ilə bağlı Azərbaycan avtomobil yollarına
məlumat daxil olub. Məlumat daxil olan kimi dərhal operativ şəkildə tədbirlər görülmüş. Aidiyyatı qurumlar da məlumatlandırılmaqla körpü üzərindən hərəkət tam məhdudlaşdırılmışdır. Sel sularının təsirindən körpünün dayaqlarından birinin özül hissəsi yuyulub. Bunun nəticəsində qəzalı vəziyyət yaranıb. Qeyd edim ki, həmin körpü 1959-cu ildə tikilərək istismara verilib. Hazırda aidiyyatı qurumları nümayəndələri ilə birlikdə körpünün vəziyyətinə baxış keçirilir. Baxışın nəticələrindən asılı olaraq tədbirlər planı hazırlanacaq. Tədbirlər planına əsasən görüləcək işlər barədə əlavə olaraq ictimaiyyətə məlumat veriləcəkdir. Belə. Bu arada qəbirlərin barmaqlıqları, hətta qapıları belə oğurlanır. Düz eşitdiniz, bu dəfə oğrular ölüdən də utanmır. Hövsan qəbristanlığında məzarların dəmir barmaqlıqları gecə ilə yoxa çıxır. Sakinlər deyir, biz övladlarımızın, valideynlərimizin ruhuna hörmət üçün illərlə pul yığıb barmaqlıq çəkirik. Kimsə bir gecədə onu oğruyur. Bu təkcə oğurluq deyil, hörmətsizlikdir. Təsəvvür edin, insanlar o qədər ümidini itirib ki, barmaqlıq əvəzinə daş divarları tikirlər. Çünki qapını da aparıblar, deyirlər. Bəs bu nəzarətsizliyin, sahibsizliyin sonu nə olacaq? Niyə qəbristanlıqlarda nəzarətçi yoxdur, kamera yoxdur və ən vacibi, bu işi kim törədir? Niyə törədir? İzləyək. Cəmaatın ölüsüdür. Mən o əziyyət çəkir və onun qırağına vururamsa, hansısa bir narkoman gəlib onu oğrayırsa, düzgün şey deyil də. Mən o əziyyət çəkib düzəltmişəmsə, onu kimsə gəlib oğrayıb getirib aparır, iznəsə mənə sataşır. Daha əvvəllər də olub qəbristanlıqda oğurluq halları. Olub. Yəni belə şeylər olub. Ona görə yəni ki, çox yerlərdə rəşotka vururdular. O şey olduğuna görə getirdilər, başladılar hasar almağa, daşla tikdilər. Yəni ki, o dəmiri ləğv edildilər. Adi məsəl üçün, hələ vaxt olub ki, qapı qoyublar, qapını getirib oğrayıb aparıblar. Yəni belə şeylər olub. Qəbristanlığın qapısı? Olub. Hafizə yoxdur qəbristanlıqlarda? Bizdə yoxdur. Kamera olsa lap yaxşı olar. Kənd cəmaatı eləməz. Yəni mən yenə deyirəm, mənim fikrim odur ki, ancaq narkomanlardır. Başqa heç nə. Yəni bir adamın ki, pulu yoxdursa, neysə oğrayıb satıb pul eləmək hətta, o narkotik almaq üçün. Eşitmişə dəmir oğrayıblar da. 4 qapısanlıq var. Kamera ilə hər şey görsəcək. Oğru gəlsə, qapı dəmiri oğramağı oğraya bilməyəcək. Kamera lazımdır. Yeri gəlmişkən bizdə olan məlumata görə əməli törədən şəxsi polis artıq saxlayıb. Onun qəbristanlıqdakı digər bir məzardan da 350 manat dəyərində dəmir çəpərləri oğurladığı məlum olub. Müxtəlif rayonlarda biz belə desək, məzarların içindən qızıl dişlərin falan oğurlandığında şahid olmuşuq bu yaxınlarda. Yəni insanlar görün artıq nələrə müraciət etmək məcburiyyətində qalırlar. Belə, bu günlük və bu həftəlik bu qədər idi. Növbəti həftə yenə də eyni saatda, eyni məkanda görüşəcəyik. Gün ərzində və həftə sonu xəbərlərin davamı Baku News-dan sizə təqdim olunacaq. Gözünüz və diqqətiniz Baku TV-də olsun ki, ən son hadisələrdən hali olasınız. Mən İslam Qədirli. Sağ olun, xəbərlə qalın.